Tamam, xoş gördük sizləri. Bugünkü mövzumuz dünya siyasi xəritəsinin formalaşması və ölkələrin idarə etmə formaları və inzibati ərazi quruluşu ilə bağlı olacaq. İlk növbədə dünya siyasi xəritəsi nədir? Dünya siyasi xəritəsində ölkələr, onların paytaxtları, şəhərlər, sərhədlər təsvir olunur. Dünya siyasi xəritəsi birdən-birə formalaşmayıb, müəyyən bir mərhələlərdən keçib. Dünya siyasi xəritəsinin formalaşmasını 4 mərhələyə ayıra bilərik. Qədim dövr, orta əsrlər dövrü, yeni dövr və ən yeni dövr. Qədim dövr eramızın 5-ci əsrinə qədər davam edib. Bu dövrdə quldar dövlətləri yaranmışdı. Quldar dövlətlərə qədim Misir, Hindistan, Yunanistan, Roma, Çin kimi dövlətləri nümunə göstərə bilərik. Həmçinin Karfagen. Orta əsrlər dövrü 5-ci 15-ci əsrləri əhatə edir. Bu dövrdə artıq feodal dövlətlər yaranır. Burada qədim dövrdə quldar dövlətlər idi, orta əsrlərdə artıq feodal dövlətlərdir. Kiyev Rus imperiyası, Rus dövləti, Bizans imperiyası, Müqəddəs Roma imperiyası, Osmanlı imperiyası və Cənubi Avropadan Portuqaliya, İspaniya, Orta Avropadan isə İngiltərə kimi ölkələr bu dövrdə formalaşmışdı. Üçüncü mərhələmiz yeni dövrdür. Yeni dövr 15-ci əsrdən başlayır, 20-ci əsrin əvvəllərinə qədər davam edir. Yeni dövr 1-ci Dünya müharibəsinin başlanması ilə sona çatır. Bu dövr ərzində ölkələrin əsas siyasəti əraziləri işğal etmək və öz sahələrini genişləndirməkdən ibarət idi. Dördüncü mərhələ ən yeni dövrdür. Birinci Dünya müharibəsinin sonunda başlamış, indi də davam edir hal-hazırda. Bu dövrdə iri dövlətlər tərəfindən dünya yenidən bölüşdürülür və siyasi xəritədə əsaslı dəyişikliklər baş verilir. Əsas xətti nədir? İri dövlətlər tərəfindən yenidən bölüşdürülməsi və siyasi xəritədə nəticədə dəyişikliklər baş verir. 20-ci əsrdə baş verən çoxlu sayda mühüm siyasi hadisələr ən yeni dövrü bir neçə mərhələyə ayırmağa bizə istiqamət verir. Ən yeni dövrü də 4 mərhələyə ayırırıq. Birinci mərhələ ən yeni dövrdə 20-ci əsrin birinci yarısına qədər, yəni 40-cı ilə qədər olan dövrə əhatə eləyir. Bu dövrdə Birinci Dünya müharibəsi və Rusiyada oktyabr inqilabının baş verməsi bu mərhələyə təsadüf edir. Birinci Dünya müharibəsinin başlanması 1914, 1918, Rusiyada oktyabr inqilabı isə 1917-ci ildə olur. Və bu inqilabi çevrilişlər nəticəsində Avropanın siyasi xəritəsində sərhədlər xeyli dəyişir. İkinci mərhələ ən yeni dövrün ikinci mərhələsi. 40-cı illərdən başlayır, 60-cı illərə qədər davam edir. İkinci Dünya müharibəsi 41-45, 1941-1945. Sosializm sisteminin yaranması 2-ci Dünya müharibəsindən sonra, Almaniyanın bölünməsi 2-ci Dünya müharibəsindən sonra bu kimi hadisələr ikinci mərhələdə baş verir. Üçüncü mərhələ 20-ci əsrin 60-cı illərindən 20-ci əsrin 80-cı illərini əhatə edir. Bu dövrdə Afrikada və dünyada ümumiyyətcə müstəmləkə sistemi dağılır. Nəticədə Asiya və Afrikanın bir çox ölkələri müstəqillik əldə edilir. SSR və Qərb ölkələri arasında sürətli silahlanma və soyuq müharibə siyasəti həyata keçirilir. Yəni bu soyuq müharibə dedikdə İkinci Dünya müharibəsinin bir növ sosial olaraq davamıdır. İkinci Dünya müharibəsindən sonra iki cür var idi, ideya var idi. Bir kapitalizm ideyası, bir də sosializm, daha doğrusu quruluşu. Və bu quruluşlar bir-birlərinə rəqabət apardı və bu nəticəsində müharibə olmadan sadəcə siyasi baxımından, siyasi arenada bir-birlərinə aparılan mübarizə idi, soyuq müharibə. 4-cü mərhələ isə, daha doğrusu ən yeni dövrün 4-cü mərhələsi isə 20-ci əsrin 90-cı illərindən başlayır və bugünə qədər davam edir. Bu mərhələdə nə olur? Sosializm sistemi və SSR sistemi dağılır. Yəni artıq soyuq müharibədən sonra soyuq müharibə aparılır. Və 20-ci əsrin 90-cı illərində, yəni 91-ci ildə artıq sosializm sistemi dağılır. Nəticədə SSR də dağılır. Onun yerində 15 müstəqil dövlət yaranır. Onların çoxu Baltikyanı ölkələr və Baltikyanı ölkələrdir. Daha doğrusu onların çoxu MDB-də birləşir, Müstəqil Dövlətlər Birliyi təşkilatını yaradırlar. Bir dənə ora istisnadır Baltikyanı ölkələr, Latviya, Litva, Estoniya və Gürcüstan. Bunlar MDB-yə üzv olmurlar. Sonra Çexoslovakiya iki ölkəyə bölünür. Çexiya və Slovakiya. Yugoslaviya isə 6 dövlətə bölünür. Gələk burada bir dənə xəritədə MDB ölkələrinə baxaq. Bir dənə ümumi şəkildə yenə deyək. Birinci mərhələdə nə oldu? Qədim dövrdə quldar dövlətlər yarandı. Orta əsrlər dövründə feodal dövlətlər yarandı. Yeni dövrdə nə oldu? Birinci Dünya müharibəsinə qədər, başlamasına qədər davam elədi. Bu dövrdə əsas məqsəd digər ölkələri öz ərazilərini genişləndirmək məqsədilə işğalçılıq siyasəti yeritmək.
Və dördüncü mərhələ ən yeni dövrdə nə olur? Birinci Dünya müharibəsinin sonunda başlayır və indiyə qədər davam edir. Bu dövrdə yenə dövlətlər, iri dövlət, dünya iri dövlətlər tərəfindən bölüşdürülür və daha çox siyasi hadisə baş verdiyinə görə buranı da 4 mərhələyə ayırdıq. Hansılar oldu? Birinci mərhələyə aid oldu Birinci Dünya müharibəsi və Rusiyada oktyabr inqilabı. İkinci mərhələyə aid oldu İkinci Dünya müharibəsi, sosializm sisteminin yaranması, Almaniyanın bölünməsi. Ən yeni mərhələnin ən yeni dövrün üçüncü mərhələsinə aid oldu. SSR və Qərb ölkələri arasında sürətli silahlanma və soyuq müharibə siyasəti, həmçinin müstəmləkə sisteminin dağılması. Dördüncü mərhələsinə də aid oldu. Sosializm sistemi, o cümlədən SSR-nin dağılması, Çexoslovakiyanın 2 ölkəyə, Yuqoslaviyanın isə 6 ölkəyə parçalanması. SSR-dən dağılan ölkələr MDB-də birləşdi. Latviya, Litva, Estoniya və Gürcüstan isə MDB-yə üzv olmadılar. MDB-yə üzv olan ölkələr hansılardır? 15 ölkəyə dağıldı dediyi əsəri. Hansılardır? Rusiya, Belarusiya, Moldova, Ermənistan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan bu ölkələr. Həmçinin Ukraynaya da ayrılırsa, çox MDB-yə üzv olan ölkələr verdiyinə görə bunu verir. Türkmənistan müşahidəçi qismində MDB-yə üzv olan ölkə hesab olunur. Daha sonra gəldik. Dünya siyasi xəritəsində dəyişikliklər iki cür aparılır, qruplaşdırılır. Keyfiyyət var, keyfiyyət dəyişiklikləri, var keyfiyyət dəyişiklikləri. Keyfiyyət dəyişiklikləri dedikdə sahə göstəricilərində baş verən dəyişikliklərdir. Yeni kəşf olunan ərazilər ölkəyə birləşdirilir. Nəticədə nə olur? Ölkənin sahəsi böyüyür. Müharibələr nəticəsində ərazilər zəbt edilir. Nəticədə nə olur? Ölkənin sahəsi böyüyür. Ölkələrin könüllü birləşməsi və parçalanması yenə ölkənin sahəsi kiçilir və böyüyür. Könüllü torpaq güzəştləri yenə torpaqda dəyişiklik baş verir. Su hövzələrinin qurudulması nəticəsində ölkələrin sahəsinin böyütməsi. Bəzi ölkələr su hövzələrini qurdaraq öz sahələrini genişləndirirlər. Hansılardır? ABŞ-dır, Çindir, Yaponiyadır, Sinqapurdur, Qətərdir, Niderlanddır, Birləşmiş Ərəb Əmirlikləridir. Xatırlatma eləyək ki, Niderlandda dəniz dibi olan ərazilər qurub birləşdirilməsi adlanırdı polderlər. Keyfiyyət dəyişiklikləri isə keyfiyyətlə bağlı heç bir dəyişiklik yoxdur. Burada sadəcə keyfiyyət əlaməti dəyişir. Müstəmləkələrin müstəqilliyi əldə etməsi. Həmin ərazi onsuz sahəsi falan var idi. Sadəcə başqa bir ölkədən asılı idi, indi asılılığı ləğv oldu. Yəni bu formal xarakterli bir şeydir. Dövlət idarəetmə forması və inzibati ərazi quruluşu ya monarxiyadır, ya respublikadır, ya unitardır, ya federativ. Yenə sahədə heç bir dəyişiklik olmadı. Dövlətlərarası ittifaq və təşkilatların yaranması. İttifaq və təşkilatlar siyasi arenada baş verənlərdir, iqtisadi və siyasi arenada. Yəni sərhədlə, sahə ilə bağlı heç bir göstərici dəyişmir. Dövlətlərin müxtəlif təşkilatlarla əməkdaşlıq etməsi. Mən bu günlər İslam Əməkdaşlıq Təşkilatına əməkdaşam. Sabahsı günüm nə bilim nafta ilə əməkdaşam. Yəni o mənim öz fikrimdir. Ölkənin sahəsində heç bir dəyişiklik yoxdur. Ölkələrin iqtisadi, mədəni və sosial inkişafı yenə bunlardır. Ölkənin iqtisadi cəhətdən irəliləməsi, sosial cəhətdən irəliləməsi ilə bağlıdır. Heç bir sahə dəyişikliyi rol oynamır. Dünyanın 7 ölkəsində dəniz sahələrinin qurulması işləri geniş miqyasda aparılır və ölkələrdə saydıq ki, hansı ölkələrdir. Daha sonra gəldik ölkələrin coğrafi mövqeyinə. Ölkələrin coğrafi mövqeyi dedikdə nə başa düşürük? Coğrafi mövqe dedikdə ümumiyyətlə e, ölkənin coğrafi mövqeyi dedikdə ölkənin digər ölkəyə və yaxud da coğrafi obyektə nəzərən mövqeyi nəzərdə tutulur. Ölkələrin də coğrafi mövqeyi üç cür olur. Var fiziki coğrafi mövqe, var iqtisadi coğrafi mövqe, var siyasi coğrafi mövqe. Fiziki coğrafi mövqe ölkənin materik və okeanlara, dağa düzənliyə, okeanlara, digər təbii obyektlərin nəzərə alınan mövqeyidir. Misal üçün Şimali Amerikanın cənubunda, Latın Amerikasında, Sakit və Atlantik okeanları arasında yerləşir. Okeana nəzərən mövqeyi, materikə nəzərən mövqeyini dedik. İqtisadi coğrafi mövqe nədir? Ölkənin coğrafi mövqeyi ilə bağlıdır, lakin onun iqtisadi inkişafına təsir edən təbii və iqtisadi amillərin cəmini nəzərdə tuturuq. Misal üçün, nəqliyyat yollarının üzərində yerləşirmi? Faydalı qazıntı ehtiyatı varmı? Ə, coğrafi mövqeyi əlverişlidirmi iqtisadi baxımından? Yəni qonşu olan, ona qonşu olan ölkələrin inkişaf səviyyəsi necədir? Yüksəkdirsə onun inkişafı sürükləyəcək. Geridirsə onun da inkişafı geri qalma ehtimalı yüksəkdir. Bu kimi amillər iqtisadi coğrafi mövqeyə aiddir. Və var siyasi coğrafi mövqe. Siyasi coğrafi mövqe ölkənin dövlətlərarası siyasi münasibətlər sistemindəki yerini nəzərdə tutur. Misal üçün, onun hərbi və siyasi təşkilatlara görə mövqeyini göstərə bilərik. Regiondakı gücünə görə mövqeyini göstərə bilərik. Baxaq, ABŞ-la qonşuluq, məsələn, ABŞ güclü dövlətdə onunla qonşuluq bir müsbət cəhətdir. Latın Amerikasında iqtisadiyyatın yüksək inkişafı ilə seçilməsi, məsələn, Latın Amerikasında Braziliyadır, Argentinadır, yüksək inkişafı ilə seçilən ölkələrdir. Digərlərində qonşularına təsir var. Siyasi coğrafi mövqe olan. Onun siyasi gücünün də artmasına səbəb olur.
Bunlar da coğrafi mövqeyimiz. Coğrafi mövqe nə oldu? Ölkənin digər ölkəyə və yaxud da təbii obyektə nəzərən olan mövqeyi. Oldu üç cürə: fiziki coğrafi mövqe, iqtisadi coğrafi mövqe və siyasi coğrafi mövqe. Daha sonra gəldik idarə etmə formalarına. Ölkələr idarə etmə formasına görə iki qrupa bölünür: monarxiya və respublika idarə etmə forması. Respublika idarəetmə formasında ölkənin başında respublika idarəetmə formasında ölkənin başında səsvermə yolu ilə duran prezident olur. Yəni bunu xalq tərəfindən seçilir respublikada. Ali qanunverici orqan da seçkili parlament olur. Monarxiya isə idarəetmə irsən keçir. Məsələn, respublikada 3 ilə, 5 ilə bir seçkilər baş verir, prezident dəyişir və yaxud da məsələn ABŞ-da 1 ildən bir, Azərbaycanda 5 ildən bir dəyişirsə, monarxiyada isə hakimiyyət irsən keçir, vərəsəlik yolu ilə keçir. Yəni monarxın hakimiyyəti daimidir. Monarxiyalar özləri də üç cür olur. Monarxiyalar. Var konstitusiyalı monarxiya, dünyada ən geniş yayılmış monarxiyadır. Yəni monarxın hakimiyyəti konstitusiya ilə məhdudlaşır deməkdir. Var mütləq monarxiya. Mütləq monarxiyada monarx özü istədiyi qərarı qanunu verə bilər, heç kimdən, heç nədən asılı deyil. Və var teokratik monarxiya. Teokratik monarxiya olan dövlətlər, ölkələr başında əsasən ruhanilər durur, yəni dindar insanlar durur. Monarxiya ölkələri dünyada azdır. Baxaq görək hansı ölkələr var. Avropada monarxiya. Şimali Avropadan Norveç, İsveç. Orta Avropadan Danimarka, İngiltərə, Niderland, Belçika, Lüksemburq, Lixtenşteyn bunlar. Cənubi Avropadan İspaniya, Andorra, Monako və Vatikan. Vatikan da Monakodur, Andorradır, anklav ölkələrdir. Daha sonra deməli hansılar oldu? Bunu yadda saxlamaq üçün belə bir şəkildə də yadda saxlaya bilərik. Şimali region olaraq Şimali Avropadan iki dənə dedik: Norveç, İsveç. Cənubi Avropadan İspaniya, qalanları isə mikro dövlətlərdir: Vatikan, Monako, Andorra. Orta Avropadan İngiltərə, Danimarka, Niderland, Belçika, Lüksemburq, Lixtenşteyn oldu. Asiya monarxiya ölkələri. Şərqi Asiyadan bir dənə Yaponiyadır. Cənub-Şərqi Asiyada Malayziya, Bruney, Tayland, Kamboca, Nepal, Butandır. Cənub-Qərbi Asiyada isə İordaniyadır, Küveytdir, Bəhreyndir, Qətərdir, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Səudiyyə Ərəbistan monarxiya ölkələridir. Burada Səudiyyə Ərəbistan, ə, Avropadan isə Vatikan teokratik monarxiyadır. Yəni ölkənin başında duran ruhanidir. Mütləq monarxiya olaraq Birləşmiş Ərəb Əmirlikləridir. Ə, Buradan Malayziyadır, Bruneydir. Bu kimi ölkələr mütləq monarxiyadır. Digər ölkələr isə konstitusional monarxiya hesab olunur. Daha sonra monarxiya idarəetmə formasına malik olan Afrikadan 3 dənə ölkədir. Mərakeş görürük ki, dünya okeanına çıxışı var birbaşa. Lesotho, Svaziland isə carın daxilində olan anklav dövlətlərdir. Yəni dünya okeanına çıxışı yoxdur. Okeaniyada monarxiya ölkə isə Tonga Respublikasıdır. Ə, Amerika qitəsində Amerika qitəsində monarxiya idarəetmə forması yoxdur. Orada hamısı respublikadır. Daha sonra gəldik ərazilərin inzibati ərazi quruluşuna görə ölkələr. İnzibati ərazi quruluşuna görə ölkələr iki qrupa bölünür. Var unitar, var federativ. Unitar idarəetmə forması odur ki, ölkə bir mərkəzdən idarə olunur. Bir konstitusiyası var, vahiddir. Hər yerə tətbiq olunur. Federativ isə ölkənin ərazisində bir neçə ştatlar, vilayətlər ayrılır və hər vilayətində müəyyən qədər özünü idarə etmək üçün özünə məxsus konstitusiyası var, qanunları var, qərarları var. Lakin onlar hamısı birbaşa yenə də ölkənin başçısına tabedir. Federativ ölkələrə Amerika qitəsində Kanada, ABŞ, Meksika, Cənubi Amerikada Venesuela, Braziliya, Argentina. 3 dənə yuxarıda, 3 dənə aşağıda dedik. Afrikada Nigeriya, Efiopiya, Tanzaniya, Komor adaları. 4 dənə. Avstraliya İttifaqı və Mikroneziya Okeaniyada. Bunlar da federativdir. 2 dənə. Daha sonra Asiyada 5 dənə: Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Hindistan, Myanmar və Malayziya. Federativ ölkələr isə Avropada necədir? Bunları Barbie şəklində yadımızda saxlaya bilərik. Açar məqam kimi. Yəni federativə aiddir. Belçika, Belçika. Almanya Federativ Respublikası, Almanya. Daha sonra Avstriya, R hərfi Rusiya, Rusiya. B hərfi Barbie. Deməli, B hərfi
İ hərfi İspanya. İspanya. Belçika, Almanya, Avstriya, Belçika, Almanya, Avstriya, Rusya ve İspanya. Bu hərfi olmadı burada. Barbie. Bu şəkildə gedir. Federativ ölkələr Avropada. Asiyada 5 dənə, Afrikada 4 dənə, Cənubi Amerika, Şimali Amerika hərəsində 3 dənə, Avstraliya və Okeaniyada isə 2 dənə ümumilikdə federativ ölkə qeyd etdik. Daha sonra həm federativ olsun, həm monarxiya olsun. Yəni monarxiyalar az idi deyə, həm federativ inzibati ərazi quruluşunda federativ, idarəetmə formasına görə monarxiyalar olur. Dünyada 4 dənə ölkəmiz var. Hansılardır? Belçika, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri və Malayziya. Bunlar həm federativdir, həm monarxiya idarəetmə quruluşuna malik olan ölkələr hesab olunurlar. Bugünkü dərsimiz bu qədər.